Değerli YouTube kanalımızın izləyiciləri, növbəti bir mənzili sizlərə çəkib təqdim edəcəm. Yasamal rayonu Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobusun son dayanıcağı yolun kənarında yeni tikili 17 mərtəbəli binanın 5-ci mərtəbəsində 78 kvadrat ölçülü qanuni bir otaq, 2 otağa düzəlmə bir mənzili çəkirəm. Hal-hazırda belə deyək ki, giriş qapıdan başlayım sizlərə mənzili proyektlə tanış edim. Qiymət də videonun sonunda deyəcəm. Burada giriş qapısıdır. Baxın, giriş qapıdan daxil olduq. Qardırob üçün ayrılmış zolaq hissə, hamam hissəsi və tualet hissəsi yerləşir. Belə bir dəhliz koridor hissəsi var. Baxın, bu şəkildədir. Solda tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. Qaz, su, işıq daimidir. Sənəd kopcadır. Birbaşa notarial qaydada alqı-satqı etmək olar. Dövlət ipotekasına da yararlı bir mənzildir. Qeydiyyatda heç kim yoxdur. Burada hamam hissəsidir. Baxın, burada qonaq otağıdır, dəyərli izləyicilərimiz. Belə bir gözəl, geniş bir qonaq otağı var. Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanıcısı, düz yolun kənarındadır. Burada mənzilin mətbəx hissəsi yerləşir. Bura belə qeyd edim. Bura eyvan hissə olub. Baxın, bu xəttdən hissədən sol tərəf eyvan hissə olub. Digər tərəf isə mətbəx olub. Mətbəxdən ara məsafə kəsilərək və eyvan mənzilə qatılaraq belə bir pəncərəli mətbəx hissə düzəlib. Baxış istiqaməti birbaşa kollecin həyətinədir. Baxın, bura kollecdir. Ora Fövqəladə Hallar Nazirliyidir. Bu da su polisidir. Belə qeyd edim. Düz birbaşa 77 nömrəli avtobusun son dayanacağıdır. Baxın. Düz yolun kənarındadır bina. Burada kombisi yerləşdirilib, bu şəkildədir və belə bir gözəl mətbəx hissə qurulub. Bu istiqamətdən isə baxış kənar dairəvi yola Xocasən istiqamətindədir. Baxın, belə bir mənzildir. Keçək yataq otağında sizlərə təqdim edim. Burada isə mənzilin yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var. İkinci işıqla mətbəxdən işıqlandırılıb, havalandırma qurulub və belə bir gözəl, geniş yataq otağı mövcuddur. İndi mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edim. Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobusun son dayanacağı 17 mərtəbəli binanın 5-ci mərtəbəsində 78 kvadrat ümumi sahəyə 65 kvadrat isə kupça sahəsinə malik qanuni bir otaqdan 2 otağa düzəlmə təmirli bir mənzili təqdim elədim. Qiymət 170 min manat başlanğıc qiymətdir. Real alıcı endirim olunacaq. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkilişlər və mənzillərdə görüşənədək Allah alana və satana xeyir versin. Sağ olun, salamat qalın.